Bəzən bir addım, bir baxış, bir ritm həyatın axarını dəyişir. Bütün sərhədləri aradan qaldırır. Onların hekayəsi də məhz belə başlayıb. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində. Fərqli həyat yolları, fərqli çətinliklər, ortaq musiqi sevgisi, səhnə və duyğular. Ramid Əliyev serebral ifliclə yaşayır. Kapoeira, rəqs, fotoqrafiya, floristika, hər biri Ramidin dünyasının bir parçasıdır. Zeynəb Cəfərzadə axondroplaziyalıdır. Onun floristika və xalçaçılıqla formalaşan estetik baxışı hər hərəkətində hiss olunur. Ramidlə Zeynəbi bir araya gətirənsə rəqs oldu. Əvvəlcə sadəcə eyni zalda məşq edən gənclər zamanla eyni ritmdə hərəkət etməyə başladılar. Mərkəzdə keçirilən tədbirlərdə Ramid və Zeynəb səhnəyə artıq bir duet kimi çıxdılar. Hərəkətlərində ahəng, baxışlarında isə inam vardı. Səhnədə qurulan harmoniya zamanla həyatlarına da daşındı. Ramid yaxınlaşdı mənə, dedi ki, Instagramım var. Qayıtdım, tanımırdım orada. Dedim ki, ilk dəfə niyə məndən soruşdu bu adam? Ciddi dedim, xeyr, yoxdur. Əslində var idi. Bir neçə gün sonra yenə yaxınlaşdı. Dedi ki, nömrəvi ala bilərəm səndən, nəsə lazım olsa yazdım, əlaqə saxlayım səndən. Dedim, yaxşı, heç bilmirdim bu məndən nə üçün əlaqə saxlayır. Və bu tanışlıq ailə həyatı ilə tamamlandı. Heç bilmirdim ki, bura qədər gəlib çatacaq da, yəni ev nə qədər gəlib çatacaq. Heç ailələrimiz də belə razı deyildi hətta, yəni güclə, bala ilə, yəni mən ailəmi razı saldım. Yəni özümə şokdayım ki, yəni mən ailəmi razı sala bildim də, hətta atamı da. Ramid də şoka düşdü ki, atan səni verdi. Həmişə dedi ki, yox, verməsən qaçırdacam səni. Tabii ki, hər gün baxdım buna nədə, bunda nədə var, amma tanımaq istədim. Və tanış oldum. Bugünkü gündən də şükürlər olsun Allah, xoşbəxtəm. Sevginin ölçüsü yoxdur. Harmoniya isə fiziki imkanlarla məhdudlaşmır. Ramid və Zeynəb ailə həyatı quraraq bu mesajı səhnədən həyata daşıdılar. Bütün suallarla arzu ederim ki, xoşbəxt olsunlar, möhkəm olsunlar. Sevgiye bir yumruq kimi olsunlar. Ramid və Zeynəb sübut etdilər ki, əngəl bədəndə yox, düşüncədədir. Sevgi və ruhsa hər zaman azaddır.